Salam, Zihin Pod təqdim edir. Bugün sizinlə Umberto Eco'nun 11-ci, 12-ci əsrlər, orta əsrlərinə aid mənbələrə əsaslanan təhlilinə baxacağıq. Çalışacağıq ki, bu zəngin materialdan əsas məqamları, vacib nöqtələri çıxaraq və dövrün o, necə deyim, təzadlı, amma çox dinamik mənzərəsini anlamağınıza kömək edək. Həqiqətən də çox dinamik bir dövrdür. Müharibələr, amma eyni zamanda böyük mədəni oyanış. Gəlin başlayaq. Bəli, Econun da baxdığı mənbələr göstərir ki, bu dövr olduqca mürəkkəbdir. Yəni, bir tərəfdə səlib yürüşləri kimi böyük münaqişələr var. Geniş miqyaslı. Digər tərəfdə isə şəhərlər sürətlə yüksəlir, ticarət canlanır, ilk universitetlər yaranır, sənətdə inanılmaz yeniliklər baş verir. Sanki hər şey bir-birinə bağlıdır. Gəlin elə bu münaqişələrdən, səlib yürüşlərindən başlayaq. Mənbələrdə ikinci səlib yürüşü xüsusi olaraq qeyd edilir deyəsən. Bəli, vurğulanır. Fransa, Almaniya kralları kimi, yəni böyük güclər iştirak edir, amma nəticə uğursuzluq olur. Mənbələr səbəbini nədə görür əsasən? Liderlər arasındakı rəqabətdə, yoxsa necə deyim, strateji səxlərdə? Əslində hər ikisi qeyd olunur. Baxın, liderlər arasındakı o gərginlik, sonra yanlış taktiki qərarlar, məsələn, potensial müttəfiq ola biləcək qüvvələrə qarşı hücumlar, bütün bunlar yürüşün effektivliyini əlbəttə çox azaldır. Aydındır. Amma bu hekayənin hamısı deyil. Məsələn, 3-cü səlib yürüşünə baxsaq, Aslanürəkli Richardın Akka'nı fəth etməsi var və oranı krallığın yeni mərkəzinə çevirməsi. Yəni, hərbi uğurlar da az deyil. Deməli, təkcə uğursuzluqlar da yox idi. Yox, əlbəttə. Eyni zamanda, baxın, Avropanın öz içində də çox mühüm proseslər gedirdi. Məsələn, Normanlar var idi. Robert Guiscard kimi liderlərlə Cənubi İtaliya və Siciliyanı ələ keçirirlər. Bu da böyük hadisədir. Onun fəthi. Bu hadisələr təkcə sərhədləri dəyişmirdi. Cəmiyyətə də təsir edirdi yəqin. Tamamilə cəmiyyətin strukturunu dəyişirdi. Məsələn, Reconquista hərbi aristokratiyanı və əlbəttə kilsənin nüfuzunu xeyli gücləndirirdi. Maraqlıdır. Deməli, müharibələr, fəthlər bir tərəfdən, amma deyirsiniz ki, şəhərlər də böyüyürdü. Özü də görünməmiş sürətlə. Mənbələrdə şəhərlərin yaranması necə təsvir olunur? Deyəsən, iki əsas yol var idi. Bəli, iki əsas model göstərilir. Ya mövcud bir qalanın, ya da monastırın yanında qurulan müdafiəli mərkəzlər. Yaxud da tacirlərin özlərinin yaratdığı yeni yaşayış yerləri. Onlara borgo deyirdilər. Borgo. Bu proses, məsələn, Flandriya kimi bölgələri necə Avropanın əsas iqtisadi mərkəzlərindən birinə çevirdi? Brügge, Gent kimi şəhərlər yəqin bu şəkildə yarandı. Tam olaraq. Məhz bu şəhərlərin timsalında biz görürük ki, ticarət şəhər həyatına necə güclü bir təkan verib. Bu borgolar əsasən ticarət yollarının kəsişməsində yaranırdı, ya da təhlükəsiz limanların yaxınlığında. Amma deyəsən, bütün şəhərlər eyni dərəcədə azad deyildi. Düzdür. Ego burada bir fərqi də vurğulayır. Məsələn, İtaliya və Flaman şəhərləri geniş muxtariyyət, özünü idarə hüquqları qazanır. Amma Alman şəhərləri bu cür azadlıqlara tam nail ola bilmir. Bəs ticarət, o necə inkişaf edirdi? Ticarət isə demək olar bütün Avropada canlanırdı. Həm yerli bazarlar aktiv idi, həm də beynəlxalq ticarət mərkəzləri, məsələn, Şampaniya yarmarkaları kimi böyük panayırlar meydana gəlirdi. Yarmarkalar. Venesiya kimi dəniz respublikaları isə əlbəttə şərqlə ticarətdə, yəni Suriya, Misirlə ticarətdə dominantlıq edirdi. Baharat, ipək, qiymətli daşlar, bu kimi malları Avropaya onlar daşıyırdı. Amma yəqin ki, hər şey belə parlaq deyildi, çətinliklər də var idi. Təbii ki, bu parlaq mənzərənin bir də qaranlıq tərəfi vardı. Mənbələr tez-tez baş verən qıtlıqlardan, dağıtıcı epidemiyalardan, geniş yayılmış yoxsulluqdan da bəhs edir. Yəni, həyat heç də asan deyildi çoxları üçün. Aydındır. Bütün bu sosial-iqtisadi çətinliklərə baxmayaraq, həmin dövrü həm də böyük bir intellektual mədəni oyanış dövrü kimi təsvir edirlər. Mənbələrdə Şartr məktəbinin alimləri üçün işlədilən o ifadə, nəhənglərin çiyinlərindəki cırtdanlar çox maraqlıdır. Çox məşhur ifadədir. Yəni, o deməkdir ki, onlar həm keçmişin biliklərinə, antik dövrə, kilisə atalarının irsinə böyük hörmətlə yanaşırdılar. Bəli, dərin bağlılıq var idi.
həm də onların üzərində yüksəlib yeni biliklər axtarır, daha uzağı görməyə çalışırdılar. Bu doğrudanmı dövrün əsas xüsusiyyətlərindən idi? Bəli, bu metafora əslində Ekonun təhlilində açar rolunu oynayır. O 11-ci, 12-ci əsrlərin intellektual həyatındakı o əsas gərginliyi, yəni keçmişə bağlılıqla yenilik axtarışı arasındakı dialoqu mükəmməl şəkildə ifadə edir. Chartrel məktəbi bunun çox parlaq bir nümunəsidir. Başqa nələr var idi bu oyanışda? Eyni zamanda baxın, kilsə məktəbləri ilə yanaşı artıq ilk universitetlər meydana gəlirdi. Bologna, Paris kimi. Bu, bilik istehsalında, yayılmasında tamamilə yeni bir mərhələ idi. Universitetlərin yaranması? Hə, teologiya sayəsində də mühüm dəyişikliklər baş verirdi. Petrus Abelardus kimi mütəfəkkirlərin təsiri ilə daha sistemli düşüncəyə meyil artırdı. Mənbələrdə görürük ki, sentensiyalardan, yəni o mötəbər mətnlərdən, seçmə sitat topluluqlarından artıq daha əhatəli, daha mütəşəkkil teoloji əsərlərə, summalara doğru bir keçid var. Hətta sənətkarlığa baxışda dəyişirdi deyəsən? Tamamilə. Theophilus'un Divarsarum Artium Chedula adlı bir traktatı var. Orada sənətkarın işi artıq sadəcə əl əməyi kimi görülmür. O, Tanrının yaratdıqlarını təqlid edən, onun əzəmətini əks etdirən, necə deyim, ruhani bir fəaliyyət kimi dəyərləndirilirdi. Musiqidə də yeniliklər var idi. Əlbəttə, musiqidə məsələn Guido da Arezzo tərəfindən təkmilləşdirilən nota yazısı sistemi var. Çox səslilik, yəni orqanumun inkişafı da bu dövrün çox mühüm nailiyyətlərindəndir. Romanesk sənəti, memarlığı çiçəklənirdi. Və bütün bu proseslər dini inanc, sosial həyat, sənət, mühəndislik sanki özünün ən yüksək ifadəsini o möhtəşəm kafedrallarda tapırdı, elə deyilmi? Mənbələr bu tikililəri sadəcə ibadət yeri kimi göstərir, yoxsa onların daha geniş bir mənası var idi? Kafedrallar, şübhəsiz ki, sadəcə daşdan, şüşədən ibarət değildi. Onlar, necə deyim, dövrün bir növ güzgüsü idi. Hətta ensiklopediyası demək olar. Ensiklopediyası. Maraqlıdır. Hə, dini funksiyası ilə yanaşı, onlar şəhər həyatının mərkəzi idi, sənətin, memarlığın zirvəsi idi, icmanın qürur mənbəyi idi. Bəzən hətta siyasi gücün simvoluydular. Məsələn, Başkeşiş Sujerin rəhbərliyi ilə Paris yaxınlığındakı Saint-Denis kilsəsinin yenidən qurulması. Hə, onu qeyd edirlər gotikanın başlanğıcı kimi. Bəli, işıqlı, hündür interyerləri ilə seçilən yeni gotik üslubun başlanğıcı sayılır. Sonra kafedralların portallarına baxın, o mürəkkəb heykəltəraşlıq kompozisiyaları. Məsələn, Qonqsdakı müqəddəs Foy kilsəsinin portalında qiyamət günü təsviri var. Bunlar dövrün teoloji inanclarını, dünyanın nizamı haqqındakı təsəvvürlərini əks etdirirdi. Yəni, savadsız əhali üçün bir növ daş kitabı idi. Tamamilə. Sanki daşdan yonulmuş kitablar idi. Ceffalo və Monreal'dakı o Bizans üslublu mozaikalar, getdikcə daha çox istifadə olunan rəngarəng vitrajlar. Bunlar hamısı bu məkanlara əlavə bir əzəmət, mistik bir aura qatırdı. Beləliklə, ümumiləşdirsək, sizin üçün təhlil etdiyimiz Umberto Eco'nun bu mənbələri göstərir ki, 11-ci və 12-ci əsrlər, orta əsrləri heç də yalnız qaranlıq əsrlər və ya fasiləsiz müharibələr dövrü kimi görmək doğru deyil. Qətiyyən. Əksinə bu, şəhərlərin, ticarətin, universitetlərin, fəlsəfi düşüncənin və ən əsası romanesk və erkən gotika kimi möhtəşəm sənət üslublarının yüksəldiyi son dərəcə dinamik, ziddiyyətli və yaradıcı bir dövr olub. Ümid edirik ki, bu qısa müzakirəmiz sizin üçün mənbələrdəki əsas ideyaları və bu çox füsunkar dövrün əsas xüsusiyyətlərini daha yaxşı anlamağa kömək etdi. Bəlkə də üzərində düşünməli olduğumuz bir sual budur. Sizcə, o dövr insanlarının bütün istedadını, resurslarını, inanclarını səfərbər edərək ucaltdığı bu nəhəng kafedrallar, onlar bizə nə deyir? Onların dünyaya baxışını, qorxularını, ümidlərini, gələcəyə yönəlik ambisiyalarını bizə necə pıçıldayır? Bu həqiqətən dərin düşünməyə vadar edən bir mövzudur. Bizi dinlədiyiniz üçün çox təşəkkür edirik. Bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.